Salam hörmətli izləyicilərimiz, bu günləri sizə Xırdalanın düz mərkəzində Heydər Parka piyada bir məsafədə ümumi sayısı 85 kvadrat olan çox gözəl bir mənzil təqdim eləməyə gəlmişik. Mənzilimizə girən kimi çox xoşuma gəldi. Çünki sizə deyim, bir qəpik pul tələb eləməyən bir mənzildir. Gir yaşa mənzildir. Həm remontu, həm də bütün əşyaları ilə satılır. Ona görə deyirəm ki, bir qəpik təmirə ehtiyacı yoxdur. Hal-hazırda qonaq otağını görürsünüz. Mənzilimizin iki geniş, qəşəng balkonu var. Mərtəbə orta mərtəbədə, 11-ci mərtəbədə yerləşir mənzilimiz. Qonaq otağını sizə ətraflı göstərirəm. Hal-hazırda mənzilimiz kubçalıdır. Çox mərtəbəli binanın orta mərtəbəsidir. 2 sürətli lifti var və yerləşmə yeri düz mərkəzdir. Gəlin sizə başqa otaqları da göstərim. 2 otaqdan 3 otağa düzəlib. Yataq otağını görürsünüz. Qəşəng gün görən mənzildir. Mənzilə çox xoşum gəldi. Həm də pulu döşəməsi çox, yəni ki, şəxsi təmirdir. Pulu da deyim, ustası yaxşı olub evyəsinin. Gəlin sizə mətbəxi də göstərim. Bu bizim mətbəximizdir. Laminat, yəni əla qalıb. Buradan balkona keçid var. Balkon da bağlıdır, hörmətli izləyicilərimiz. Xaladelnika qədər var. İstəsəz alıb rahat 600-ə 550-yə də kirayə verə bilərsiniz. 2-dən 3-ə düzəlmədir və sizə 3-cü otağı göstərəcəm. Bu isə bizim uşaq otağımızdır. Gördüyünüz bütün əşyalar mənzildə qalacaq. Gir yaşa mənzildə. Evimizin qiyməti 138.000 manat təyin olunub. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə də belə böyük, qəşəng bir dəhliz açılır. Evin proyekti çox əladır. Yəni ki, dəhlizin də forması əladır. Çox itkiyə getməyib. Həm də genişdir. Sizə göstərim hamam otağını. Gözəl kafellər, qəşəng rənglər seçib evyəsi. Bu da bizim hamam otağımız. Evimiz 138.000 manata bazara çıxıb qiyməti. Çox qəşəng qiymətdir. Sizə vurğulayım ki, hal-hazırda bu qiymətə boş mənzillər Xırdalanda satılır. Bu isə dediyim kimi bir qəpik tələb eləməyən bir mənzildir. Gəlin baxın, çox satışda qalmayacaq bu mənzilimiz. Bugünə bu qədər, sağ olun.